Hər kəsi salamlayıram. Necəsiz? İnşallah yaxşısınız. Dərslərimizə başlayırıq. Bugün mən sizə adlıq halı haqqında danışmaq istəyirəm. İsmin adlıq halı. Deməli, rus dilində, Azərbaycan dilində olduğu kimi isim, cins, say və hal üzrə dəyişir. Adlıq halında deməli isim kim və nə suallarına cavab verir. Kto, что. Sonra əlbəttə ki, kişi, qadın və orta cinsdə olur. Kişi cinsi bizdə mужской rod, qadın cinsi женский rod, orta cins isə средний roddur. Deməli, indi kişi cinsində bizim söz sonlarımız nə ola bilər? Ola bilər samit. Ən çox samit olur kişi cinsində. Yəni, əgər isim samitlə bitirsə, bilin ki, o kişi cinsindədir. Sonra, məhki znakla bitən isimlər. Onlar da həmçinin kişi cinsindədirlər. Qadın cinsinə gəldikdə, söz sonları a, ya da məhki znak olur. Orta cinsdə yadımıza saxlayaq ki, orta cinsdə bütün isimlər cansızdır və söz sonları o ya da y olur. İndi gəlin sizlə nümunələrə baxaq. Bu bizim cinslərimizdir. Mужской rod, женский rod, средний rod. Adlıq halımız iменительный падеж. Cansızlara baxırıq, что sualına cavab verənlər. Gördüyünüz kimi, mən sizə dedim ki, söz sonu samitlə bitəndə kişi cinsindədir, stol. Məhki znakla bitəndə slavar lüğətdir, stol masadır. Və muzey, İh də həmçinin samitdir. İhlə də bitəndə sözlər kişi cinsində olur. Qadın cinsində söz sonlarımız a, ya olur, bir də məhki znak. Lampa, statya, məqalə, auditoriya, titrat. Orta cinsdə cansız isimlərimiz okno, more, zdaniye. O, y olur söz sonumuz. Həmçinin canlılara da eyni aiddir. Onlar da həmçinin eyni söz sonlarına malikdirlər. Drug, kişi cinsində dost, samitlə bitir. Prepodavatel, müəllim, məhki znakla. Aleksey, kişi adı, ihlə bitdi. Qadın cinsində a, ya canlı isimlər. Podruga, rəfiqə. Tanya, qadın adıdır bu. Maria, bu da qadın adıdır. Mать, məhki znakla bitdi. Deməli, cansızlar rus dilində neodушевленные, canlılar isə одушевленные adlanır. İndi gəlin həmin mövzuya aid çalışma eləyək sizlə. Burada seçməliyik ki, həmin sözlər hansı cinsə aiddir? Gitara. Gəlin baxaq. Deməli, a ilə bitir. A ilə bitənlər bizdə qadın cinsindədir. Ana. Qadın cinsindədir. Женский rod. Limon. Nu ilə bitdi. Samitdir. Kişi cinsindədir. On. Mужской rod. Radio. O ilə bitdi. O ilə bitənlər orta cinsdədir. Ano. Средний rod. Divan. Nu ilə bitdi. Samitdir. Согласный. On. Рыба. A. Она. Женский род. Стол. Согласный. Он. Мужской род. Тигр. Р. Согласный. Он. Мужской род. Фото. Орта джинс. Средний род. О. Оно. Утка. A. Ana. Женский rod. İndi isə sizlə sual verməyi öyrənək. Cansız isimlərə biz кто это, bu kimdir sualını veririk. Cansızlara isə что это, bu nədir?
Кто это? Это бабушка. Bu kimdir? Bu nənədir. Что это? Это машина. Что это? Это пальто. Кто это? Это девушка. Что это? Это газета. Кто это? Это дедушка. Что это? Это газета. Bu dəftərdir. Это тетрадь. Что это? Это сумка. Что это? Это... Nədir bu bizdə? Tam anlaya bilmirəm şəkildə. Что это? Это дом. Növbəti çalışmamıza baxaq. Это институт. Что это? Это класс. Что это? Burada suallar veririk. Это дом. Что это? Это окно и стул. Что это? Это лампа, а это шкаф. Что это? Это Антон. Кто это? Это сестра, а это брат. Кто это? Это друг. Кто это? Это доска. Что это? Доска и стол. Это молоко. Что это? Это мама и папа. Кто это? Это группа. Что это? Burada növbəti çalışmamız var. Biz isimləri cins üzrə ayırmalıyıq. Gəlin baxaq. Sumka. Çanta. Ana. Aynen bitdi. Deməli bu qadın cinsindədir. Bax buraya yazarıq. Sumka. Növbəti. Urok. K. Согласная. Samit. Kişi cinsindədir. Urok. Malako. O ilə bitdi. Orta cinsdədir. Buraya yazırıq. Malako. Kurtka. Qadın cinsindədir. A ilə bitdi. Kot. Pişik. Samitlə bitdi. Kişi cinsindədir. Zolota. Qızıl. Orta cinsdədir. Çünki o ilə bitdi. Pagoda. Hava. Qadın cinsindədir. Çünki A ilə bitdi. Drug. Dost. Samitlə bitdi. Kişi cinsindədir. Murskoy rod. Sır. Kişi cinsindədir. Samit. Masla. Yağ. Orta cinsdədir. O ilə bitdi. Bars. Bu heyvandır. Samitlə bitdi. Kişi cinsindədir. Zima. Qış. Qadın cinsindədir. A ilə bitdi. Slovo. Orta cinsdədir. O ilə bitdi. Roza. A ilə bitdi. Qızılgül. Qadın cinsindədir. Vostok. Kişi cinsi. Şərq. Lotka. Qayıq. A ilə bitdi. Qadın cinsi. Pomidor. Pomidor. Kişi cinsi. Samit. Kino. Orta cins. Sabaka. A. İt. Radio. Orta cins. Bu çalışmanı isə sizə evə verirəm. Özünüz evdə müstəqil şəkildə eləyə bilərsiniz deyə skrin edin və evdə işləyin.